Bismillahirrahmanirrahim. Bütün izləyənlərə salam deyirəm. Azərbaycanın Xoy şəhrində üz verən olaylar, hadisələr, depremlər hər bir insanı, Türk müsəlmanını dərindən kədərləndirir. Soyuq havada, evsiz, eşiksiz, yurt təsəvvüra yerləşməyən çətinlikdir. Çeşitli yardım etmək hər bir yurttaşa, yoldaşa borcudur. Ölənlərə Allahdan rəhmət, yaralılara şəfa, qalanlara dözüm arzulayıram. Bu ön sözdən sonra İslamlıq və Türklüğün 37-ci hissəsini başlayırıq. Biz bu hissədə elmin metodolojisindən 3-cü bölümü açıqlayacağıq. Şuubi, səlibi, masoni düşüncə yeni elmidən bir təslis yaraldır. Digital dövlət, digital insan, digital pul. İnsanı tamamilə kontrola çəkmək, onun iradəsinə minmək onların amacları olubdur. Teknoloji ilə, xüsusən bilgisayarlarla, həmən kompüterlərlə, cep telefonları ilə bütün insanın var yoxuna sırıq çəkdilər, əl apardılar, əl aparırlar. Onun içində olan applicationlərlə, proqramlarla, oyunlarla insanın düşüncəsini zəncirə çəkdilər və zəncirə çəkirlər. Belə sonuc heç zaman Türk müsəlman alimlərin elmi metodolojisini yaraldanların istəkləri olmayıbdır. Bu zirvədə Əbu Reyhan Biruni bir şəm kimi parlayır. Axı bir yanan şəm ilə minlər sönmüş şəmləri yandırmaq olar. Eyni halda zərrəcə də onun nurundan azalmaz. Elmidə nəqli qınıyır, təhcə müşahidəni bəsləmir. Təcrübə ilə sınavı da ona artırır. El sözümüzdə gəlibdir, təhcə baxmaqla öyrənmək olsa, itdən qəssab olardı. Əbu Reyhan Biruni bir türk filsuf, həkim, alim, mühəqqqiq, münəccim, dinşinas, antropolog, sosiolog, toplumşünas idi. Elm indiki zəmanədə bir əjdaha olubdur, amma inəklərin qabağında az gətirir. Elmin toğyanı, üsyanı, hikmətin ovsarı ilə kontrola çəkilməlidir. Türk müsəlmanların milli hikməti qutadığı bilik elmi məhar eləmək üçün qənaətdən pərdəpalaz götürür. Amma təəssüflər olsun, Məktəb-i Şeytani Şubiyyə bu alimin əsərlərini şərh etməkdə Farabiyə tay öz istəklərini artırıbdır. Seyyid Hüseyn Nəsr modern Şubiyyənin bir mərifəti qoli olaraq nəzər-i mütəfəkkirani İslami dərbarə təbiət kitabında təbiətlə bağlı İslami mütəfəkkirlərin nəzəri kitabında 1343-cü ildə səltənəti mükafatını ya caizəsini qazanan təəssüflə Əbu Reyhan Birunini həm İranlı bilir, həm də qeyri-türk Xarəzmi dilində danışan tanıtdırır. Biz söz vermişdik, Əbu Reyhan Birunidən danışacağıq. Əbu Reyhan Türk topraklarında, Turanda, Xarəzmidə anadan doğulur. Ərəb dilini elmi bir dil bilərək sevirdi. Deyirdi, məncə ərəbcədə yaman yoğuz çox şirin və dadlıdır, Farsi, hindicə mədhdən, tərifdən. Həmən türk alim ki, tanıtdı
çatdırmağına təhcə adı kifayət elər. Çeşitli sahələrdə, o cümlədən heyətdə, astronomidə, riyaziyyatda, fəlsəfədə, coğrafiyada, fizikdə, tarixdə dəyərli əsərlər yaratdı. Biruni təxminən 360 hicri qəməridə Xarəzmdə indiki Özbəkistanın bir şəhri olaraq anadan doğulur. 80 yaşa yaxın ömür sürür. Qəznədə Qəznəvilərin baş kəndində indiki Əfqanistanın türk-özbək şəhərlərindən olaraq bərəkətli dünyasını 440 hicri qəməridə dəyişir. Türk-İslami məktəbdə ağır yüksək ləqəblər daşıyır. O cümlədən birinci bilimsel insanşünas, birinci bilimsel yerşünas, birinci bilimsel hindişünas, elmilərin atası, təcribi mekanikin, təcribi astronominin təməllərini qoyan, təcribi psixoloqun, həman rəvanşünasının avantqardı və çoxlu elmi sahələrdə iştirak edən bir alim. Əbu Reyhan Muhammed Biruni Xarəzmdə Türk bölgəsində bir kətlərində anadan olur. Sonradan o kəndə burun yaxud burunlu, birunlu ad verilir. Xarəzm bölgəsi tarix boyu Turanın bir tanınmış parçası hissəsi olubdur. Çox doğaldır. Tarix kitabında birinci orta sinifdə 1372-də yayılan xəritədə səhifə 74-də Sumerlər, Aketlər, Babililər, İlamilər, Urarturlar, Lolobilər, Qutilər, Madlar, Həxamənişlər zamanında Xarəzm heç zaman bu hökumətlərin tərkibində olmayıbdır. O xəritə ki, Döktür Girişmən İran əz ağaz ta İslam kitabında gətirir, orada görmək olar. Xarəzm Sasanilərin topraqlarında olmayıbdır. Özlərinə özəl hakimiyyət qurublar. Sasanilərdən sonra 4 xəlifə zamanında Xarəzm fəth olunmur. İslamdan sonra Xarəzm heç zaman Səffarilərin, Sərbidaranın, Atabəylərin, İlxanilərin, Çupanilərin, Cəlayirlərin, Teymurilərin, Alı-Buyənin, Alı-Bavəndin, Alı-Ziyarın, Alı-İnconun, Minatlıların, Bəni Xurşidin, Bəni Sacilərin, Ələvlərin, Ağqoyunların, Qərəqoyunların, Səfəviyyənin, Əfşarilərin, Zəndiyənin, Qacarın, Pəhləvilərin bayraqlarının altında, onların tərkibində heç zaman olmayıbdır. Təhcə Qəznəvilərin devrəsində Məhmud Qəznəvi 408 hicridə Xarəzmə hücum edir. Xarəzm Qəznəvi türklərin əlinə keçir. Səlcuqlular zamanında Xarəzm Səlcuqluların qələmrovunda deyildi. Alparslan Türk Səlcuqluların böyük imperatoru Xarəzm qalasının savunanının əli ilə ölür. Qutbəddin Muhammed Türk 490-cı ildə yenidən Xarəzmi təsxir və təsərrüf eləyir. Xarəzm şahilərin təməllərini o qoyur. O zaman çoxlu şəhərlər Xarəzmlərin qələmrovuna qatılır. Teymur zamanı Xarəzm Türk Teymurun imperatorluğunun altına keçir. Həmən Cuşanilər. 834 hicri qəməridə Əbulxeyr xan Şeybani Xarəzmi fəth edir. Yenə də Şeybanilər türk olaraq o bölgəyə hakim olurlar. Rus tezarlarının son aşamında bir qıssa zaman üzgür hakimiyyət Xarəzmidə xanlıqlar adında düzəlir. Sovet hakimiyyəti dağılandan sonra bu günlükdə Özbəkistan Türk Cümhuriyyətinin tərkibində yerləşir. Özbəkistan qədirdanlıq eləmək üçün o alim mühəqqiqdən təzəlikdə Taşkənd Universitetində bir minillik sempozyum keçirdir. Bu qıssa tarixsel kronolojidən geçsək, buna baxarıq və bunu göstərir. Əbu Reyhanı İranlı bilmək təhcə bir təvəhhüm, batil bir xəyaldır.
ən çaşqınlıq, azğınlıq budur ki, Əbu Reyhanı fas biləsən. Heç zaman tarix belə anlama yol vermir. Qətiyyən Əbu Reyhan Biruni tühdür. Bir farsça kitab yazmağından o fars ola bilməz. Niyə Xarəzm əski zamanlardan tühlərin məskunlaşan yerləri olubdur. Xüsusən Oğuz tühləri. Xarəzm Oral dənizinin altındadır. Aral dənizinin ətrafı, əknafı hər zaman tühlərin atababa yurdu olubdur. Əbu Reyhan Biruni 10 yaşında 372 Hicri Qəməri Hududul Aləm Minəl Məşriq iləl Məğrib kitabını yazan Xarəzm barəsində deyir. Xarəzmidən 40 fərsəng batı şimal arasında olan hamısı Oğuzların yurtlarıdır. Oğuzlar,Ğuzlar həmanlardılar ki, Dədə Qurqud kitabı onların qiymətli yadigarıdır. Xarəzmlər Oğuz tühləri olaraq İranlı, Fars ola bilməzlər. Əbu Reyhan ömrünün son çağına qədər Qəznəvi tühlərin qulluğunda olubdur. Əbu Reyhanın şöhrətli, tanınmış əsərləri olubdur. Asarul Baqiyə, Təhqiq و Mal Hind, Qanun Məsudi Müsəlləsətdə, Məsahidə heyətdə, Ət-Təfhim fi Sənaət Təncimi heyətdə, Astronomidə və Səydənət Fittib davaları, əlacları tanımaqda yazır. Əbu Reyhan Əs-Səydənət Fittib kitabında ilaçlardan əlavə dilləri də tərəziyə qoyur. O kitabda deyir, mənim yanımda ərəb dilində yaman yoğuz ən iyi, yaxşı və gözəldir. Farsi, hindi dilində tərifdən, mədhidən. Mənim sözlərimi o adam anlayar, bir elmi kitabı farsçada diqqətlə təhqiq edə, zərq o bərq gedən zaman mənası kölgədə yerləşir, zahiri də kədərlənir. O dildə elmi qaliblərdə yararlanmaq əbəs bir işdir. Elmi qalibə salmaq əvəz bir işdir. Bu dil təhcə şahlar nağıllarına uyğundur. Gecə nağıllarına kara gələr. Çox xoşluram Əs-Səydənət Fittib ilə bağlı artıqraq danışaq. Bu kitabın ərəbcə nüsxəsini yazan İbrahim ibn Muhammed ibn İbrahim Qəzənfər Təbrizi 678 Hicri Qəməri bu kitabı istinsax eləyibdir. Qəzənfər Təbrizi Əbu Reyhanın çoxlu həvəskarı sevəni idi, amma xəttindən çox gileylənirdi. Bu kitabın orijinal ərəbcə nüsxəsini birinci dəfə Profesor Zəki Vəli Toğan bir kitabxanada Bursa şəhrində kəşf edir. Zaxav Asarul Baqiyə kitabının ön sözündə Təbrizli Qəzənfərdən ad aparır. Əbu Reyhanın bir kitabı vardı, Fehrist-i Kutub-i Zəkəryai Razi adında. Zəkəryai Razinin kitablarını orada sayır. Kitablar barəsində də qıssaca izahlar verir. O kitabın qurtuluşunda, həmən tətinməsində Təbrizli Qəzənfərin rolu çox olubdur. Bursa nüsxəsi 134 səhifədir. Hər səhifə 22 sətirdir. O kitabın müqəddəməsində Əbu Reyhanın özü yazır o kitabın müqəddəməsini. Ən birinci mühərrik, önəmli müşəvviq bu kitabın yazılmasında Zəkəryai Razidən 2 kitabı idi. Səydələto və Əl-Əbdal kitabları. Zəkəryai Razi həmən Əl-Havi kitabını yazan bir böyük məcmuə olaraq onun metodolojisi də gələn bölümlərdə gözümüzün önündən eşiyə çıxmayacaqdır. Əbu Reyhan Biruninin Əs-Səydənət Fittib kitabında barut kəlməsi gəlibdir. Huvel barut əl-məruf bi zəhrəti həcərətil isyus. Əbu Reyhanın metodu bu kitabda təhcə davaların, ilaçların adını fərqli dillərdə gətirməkdir. Şeirlərdən, ədəbiyyatdan onlara şahid qoşmaqdır. İbn Sina kimi ilaçların xasiyyətlərinə, sifətlərinə işarə eləmir. Təbrizli Qəzənfər Əl-Məşşatə risaləsində deyir, Əbu Reyhanın ölməsindən mənim doğum gününə qədər 184 il
keçibdir. Bu risalədə Əbu Reyhanın ölümü 2 Rəcəb cümə axşamı 440 Hicridə yazılıbdır. Biz yenə də gələn bölümdə Əbu Reyhan Biruni ilə bağlı sizinlə danışacağıq. Sağ olun, gələn görüşə qədər.